Aleyküm, bütün Azərbaycan xalqını salamlayıram. Mən Osmanova Qərənfil Qərib qızı. Buradan çəkib bildirirəm ki, bax mənim yolum yoxdur. Bu 2 metrə yarımlıq qaz zorbasını gəlib mənə qaz idarəsinin müdürü kəsib yol vermir. Mənə deyir ki, rusum ödəginlə öz başına kvadratçı gətirib. Kəsdirsə o qapığa polis göndərirəm. Məni polislə hədəri. Şəxsən mən İsmail rayon polis idarəsinə də demişəm ki, qaz idarəsinin müdiri məni süzündən hədələyir. Mən burada bir cinayət eləməmişəm. İmkanım yoxdur mənim ki, gedib aparım rusum ödəyim, onun cibinə də rüşvət qoyum. Mən gətirim burada kvadratçıya da rüşvət verim, mən kəsdirdim. Yoxdur imkanım. İsmail rayonu İcra Hakimiyyəti Nahid Bağırova bu haqda ərizə göndərmişəm, məktub göndərmişəm, mənə köməklik eləsin. Heç icra hakiminin xəbəri olmadan dəftərxanada oturanlar yazıb göndərib ki, fondumuzda pul yoxdur, buna yetdi. Fondumuzda mənə yetdi, pul yoxdursa ad eləməyə. Əgər pəs o Züleyxiyə hər bayramda 500 manat yardım verirsiniz, villası Qalınçaqda satışa çıxan milyoner Züleyxiyə, oğlu əməliyyat olundu, Süzün Şotuza, Kərimov, Seymur Oktay oğlu. Bəs ona həyətində tuvalet tikdirdiniz, hamam tikdirdiniz. Onun üçün kaçalka vurdurdunuz həyətinə, fondda pul oldu, mənə olmadı. Heç yerdən gəlirim yoxdur. İsmail rayonunun Kamarxoz idarəsi məni işə götürmür, məşğulluq idarəsi mənə iş vermir. Qonum qonşu hərə mənə bir parça çörək verir, dolanıram. Pis vəziyyətdə qalmışam. Xahiş edirəm Azərbaycanın prezidenti Cənab İlham Əliyev sizdən, Mehriban xanım Əliyeva sizdən mənə köməklik eləyəsiniz. Bax bu iş başına qoyduqlarınız, vəzifəyə qoyduqlarınız mənə heç bir köməklik eləmir. Ancaq polislə hədəlirlər. Bu uşaq atasını güclü bilən kimi bunlar da polislə hədəlirlər. Mən cinayət işləməmişəm, bəziləri kimi oğurluq eləməmişəm, həyətlərə girməmişəm. Polis mənə neyniyəcək? Mən onu İsmail polislərinə də məlumat vermişəm ki, süzünlə məni hədəlir qaz idarəsinin müdiri. Mənə belənçi deyirəm, çəkibini də paylaşıram. İsmail rayonu yenə də deyirəm, icra hakimiyyətinə dəfələrlə məktub yazmışam, mənə köməklik eləsinlər. Orada heç icranın xəbəri olmadan Nahid Bağırovun dəftərxanada oturanlar mənə dəfələrlə məktub göndərib ki, fonda pul yoxdur. Züleyxa üçün fondunuzda pul olur. Züleyxanın həyətinə kaçalka vurursunuz, tuvalet, hamam tikirsiniz. Daşıyıb produktları tökürsünüz qapısına mavinlər, dəftərxanada oturanlar. Onlara onun üçün Züleyxa, milyoner Züleyxa üçün, oğru Züleyxa üçün fondunuzda pul olur, mən üçün olmayır. Çox sağ olsun cənab prezident, Zəvrizəli ilə bağlı mənə ev tikdi verdi. Amma mənə nə su çəkmədilər, nə qaz çəkmədilər. Mənim vəziyyətim də pisdir, iş yerimdə yoxdur, işim də yoxdur. Qaz idarəsinin müdiri də mənə dirənib ki, rusum ödə, sonra gəlib kəsib verib. Metrə yarım, 2 metrə yeri kəsimaqdan ötürü məndən 1000 manat rusum tələb edir. Hardan verib? Versin Kamarxozun müdürü iş, məşğulluğun müdürü iş. İşləyim, rusum ödəyim, yoxdur imkanım. Xahiş edirəm cənab prezident İlham Əliyev sizdən, Mehriban xanım Əliyeva sizdən mənə kömək eləyəsin. Bu adını çəkdiyim insanlar mənə kömək eləmir, ancaq qalınçaqlı milyoner, multimilyoner, suka agent olan Züleyxiyə yardım tökürlər.